Salam əziz izləyicilər, bu ərik ağacıdır. 2 il az da olsa çiçək açdı, amma çiçəyini tökdü. Ola bilsin tozlanma getmədi. Amma bağbanlar var, iddia edirlər ki, bu mikroskopik göbələyin fəsadıdır. Bunu payızda bir dəfə, indi vaxtıdır əslində. Payız deyil artıq, indi də vurmaq olar. Mart ayına qədər bunu əhəngləmək lazımdır ən azı. Nə yaxşı olar? Mis kuparosu, yəni bardos məhlulu da deyirlər. Əhənglə mis, göydaşın qarışığı. Onunla bu çilənməlidir ya sürtülməlidir ki, o köbələkləri öldürsün, ağac qüvvəsini itirməsin. Bir də ağac oyananda, bir dəfə də ağac oyananda o əməliyyatı eləmək təklif olunur təcrübəli bağbanlar tərəfindən. İndi inşallah mən bunu bir dəfə çiləyəcəm, göydaşla, əhənglə bir dəfə çiləyəcəm indi. Bir də martda inşallah tumurcuq böyüməyə başlayanda bir dəfə də onda görün bundan problem əldə edə bilirik. Və tək bu deyil, digər meyvələrdə də məhsuldarlığın olmaması deyilənə görə bu köbələklə bağlıdır. Ona görə mütləq vurun. Mən üstəlik ağacların gövdəsinə mətbəxdən işlənmiş bitki yağı sürtmüşəm gövdəsinə bir sıra ağacların. Püstə ağacım var. Bax, bu püstə ağacıdır. Böyrdəki ağacları ləğv eləyəcəm 1 ildən, 2 ildən sonra. O sıx olmağı narahat eləməz sizi. Görürsünüz o yağlı yeri. Bu da gül açır, amma bar vermir. Və qoz ağacım da var. O da gül açır, bar vermir. Digər ağaclarım da bu mövsümdə çox az məhsul verdi. Nar da, gilas da. Mən məsləhət elədim o təcrübəli bağbanlarla və onların verdiyi izah da mənim üçün çox inandırıcı oldu. İndi inşallah sabah da bir gündə, sabah külək olmasa bunları bardo məhlulu ilə çiləyəcəm. Elektriklə işləyən bir dərman çiləyən də almışam. Biraz rahatdır onunla işləmək. Həm də keyfiyyətlə vurur, uzağa vurur. Sizə də tövsiyə eləyirəm ki, siz də belə bir iş görün. Lazım olsa o bardo məhlulunun hazırlanması təlimat verərəm. Mən soruşarsınız, deyərəm hansı nisbətdə qatın və necə yoxlayın ki, zərər verməsin. Çox göydaşın nisbəti çox olanda xüsusən tumurcuq vaxtı zərər verə bilər. Bunu demək istəyirdim. Sağ olun, sağlıqla qalın. Abunə olun. Hərdən bir mənə də nəsə yazın ki, mən də darıxmayım da, görüm ki, baxanım çoxdur, maraqlananım çoxdur. Biraz da həvəsə gəlin. Sağ olun, Allah xoşbəxt eləsin, bağınıza bərəkət.